ata ilə ananın görürsən ki, sözü üst-üstə düşmür. Məsələn, belə deyək də, ata gəlir deyir ki, filan işi gör, ana isə gəlir deyir filan işi görmə. Bu halda övlad gərək birinci ilk növbədə çalışmalıdır ki, ikisinin də razılığını, yəni ikisini ortaq bir məxrəcə gətirsin ki, ya eləsin, ya eləməsin. Amma bu da mümkün olmasa, elə ata desə elə, yox bu işi gör, ana desə eləmə. Belə olduğu təqdirdə övlad ananın dediyini eləməlidir. Ananın dediyinə daha çox üstünlük verməlidir və atanı da durub acılamamalı ki, yox, ana belə deyir, bu cür olmalıdır, bu cür olmamalı. Atanı da xoş sözlə qəlbini şad eləməlidir və ananın dediyinə üstünlük verməlidir. Çünki ana ilə ata fərqlidir övlad münasibətlərində. Ana daha çox övladın böyüməsində, övladın inkişaf eləməsində daha çox əziyyət çəkir və analar emosional bir varlıq kimi tanınır və hər şeydən adicə xırda bir dənə hərəkətdən daha çox qəlbi qırılandır atalara nisbət və həmçinin valideyn analar atalara nisbətdə daha çox övladını başa düşməyə çalışır, özünü övladın yerinə qoymağa çalışır və bütün bu məsələləri nəzərə aldıqda əxlaq alimləri deyirlər ki, valideynlə, ata ilə ananın sözü əks bir-birinə olsa, övlad gərək ananın sözünə üstünlük verməlidir.